ABŞ-nın Virginia ştatında yaşayan yeniyetmə qız uzun illərdir əlaqəsi olmayan atasının son aliment ödənişini qeyri-adi şəkildə etməsi ilə gündəmə gəlib. Ata, keçmiş həyat yoldaşının evinin qarşısına qoşqu ilə gələrək 80 min ədəd pennini birbaşa həyətə boşaldıb. 18 yaşını yenicə tamamlayan Ivery Sanford bildirib ki, hadisə dərs zamanı baş verib. Onun sözlərinə görə atası qoşqu icarəyə götürərək evin qarşısında dayanıb və içindəki bütün qəpikləri qazonun üzərinə töküb. Qızın anası əvvəlcə nə baş verdiyini anlamayıb. Daha sonra kişi bunun son aliment ödənişi olduğunu qışqıraraq bildirib. Hadisə böyük rezonans doğursa da Sanford ailəsi əsəbləşmək əvəzinə fərqli qərar verib. Onlar bütün qəpikləri yığaraq $800 məişət zorakılığı qurbanlarına yardım göstərən Safe Harbor mərkəzinə iyanə etməyi planlaşdırırlar. Ivery Sanford bildirib ki, atasının bu addımı təkcə anasını deyil, onu və bacısını da utandırıb və onun bu davranışının uşaqlarına necə təsir göstərə biləcəyini nəzərə almaması üzücüdür.